Salam dostlar. Deməli, bu videomuzda, yəni mənim kanalımda ilk videodur ki, yəni yatırım sahələri, investisiyalar barədə sizə mən məlumat verəcəm. Deməli, başlamaq lazımdır. Yəni ki, əgər biz pulumuzu yatırıb doğru düz şəkildə yerə seçib, ora düzgün formada investisiya edib, oradan gəlir götürürüksə, indi müəyyən şeylər var ki, onları bilərəkdən, yəni investisiya sahəsinə, yatırım sahəsinə gəlmək lazımdır. Yəni ki, əgər biz bunları bilmiriksə, çox cüzi gəlir götürəcəyik. Ümumiyyətlə də, yəni hətta pis də çıxır, pulumuzu itirə bilərik. Ona görə birinci növbədə başlamaq lazımdır ki, investisiya nədir və hansı yatırım sahələri var, nədən başlamalıdırlar. Bunları mən sizə çox sadə dildə izah etməyə çalışacağım. Yəni investisiya deməkdir ki, bugün pulu işlədib, gələcəkdə daha çox pul qazanmaq istəyirsən. Yəni pulu xərcləmirsən, pulu buraxırsan dövrəyə, yəni pulu işə salırsan. Bunlardan məsəl üçün yatırım sahələrindən ən məşhuru məsələn insanlar indi bildikləri budur. Məsələn banka əmanət qoymaq. Yəni ki, bank sizdən aşağı faizlə alır pulu, biraz yüksək faizlə kredit verir. Yəni ortada olan o faizlər, qalan nə qalırsa o bankın qazancı oradan olur. Onu da sizə faiz kimi verir. Deməli, bu ən risksiz variantdır. Amma bunun məqsədi, banka əmanət yerləşdirməyi, banka pul yerləşdirməyin əsas məqsədi, yəni ki, bu böyük investorlar üçün əvvəlcədən qurulmuş, yəni ki, pulu inflyasiyadan qorumamaq üçündür. Məsəl üçün, hal-hazırdakı bir dəqiqə Mərkəzi Bankın təqdim etdiyi rəsmi məlumatlara əsasən, yəni ki, illik inflyasiya 20% civarındadır. Yəni bu o deməkdir ki, siz 100 manatınız var, əgər 100 manatınızı siz evdə saxlamısınızsa, bu artıq 20% sizin 100 manat deyil, yəni olur 80 manat. Amma siz onu banka qoysaydınız, heç olmasa onun üzərinə 9%, 10% gəlib siz pulunuzu sığortalamış olacaqdınız. Digər variant isə qızıldır, dollardır, avrodur, bu kimi valyutalarda öz pulunu saxlamaq. Yəni ki, inflyasiyaya qarşı daha çox qorunmaq bu valyutalarda saxlasa daha çox olar. Sonra keçirik biz əsasən, yəni ki, mənim məşğul olduğum trading, birja. Burada da olur səhmlər, kriptovalyuta, forex və s. Yəni ki, alırsınız uzun müddətli, kvartallı. Yəni bu sahədə risk var, amma qazanc da çoxdur. Risk nədir? Düzgün biliklə düzgün qazanc yəni mümkündür. Burada siz bazarı təhlil etməyi, düzgün təhlil etməyi bacarmalısınız. Sonra isə yatırım sahələrində var. Misal üçün biznesə yatırım edə bilərsiniz, öz işinizi qura bilərsiniz, biznesə kiməsə şərik ola bilərsiniz. Yüksək qazanc potensialı da bu sahədə var. Özünüzə yatırım edə bilərsiniz. Yəni ki, əsas yəni ki, bu trading olsun, investisiya olsun, bu sahədə siz özünüzü təkmilləşdirə bilərsiniz. Fərqi yoxdur istənilən sahədə. Yəni ki, hansısa bir peşəni öyrənib əsas bir dəqiqə hansı peşələrə ehtiyac varsa, burada siz yatırımı, bu da yəni ki, investisiya sayılır, yəni yatırım sayılır. Yəni ki, mən ümumi olaraq belə bir məlumat verdim, amma mənim sahəm əsasən birja tradingi, kriptovalyutalar üzərindən ticarətdir. Yəni kriptovalyutalar, səhmlər, forex, bunların hamısında biz müəyyən risklər var. Biz bazara girərkən bunu nəzərə almalıyıq. Amma bu o demək deyil ki, burada qazanmaq olmur. Burada qazanan insan o vaxt qazanır ki, o başa düşür ki, burada qazanmaq mümkündür. Yəni mənim gələcəkdə kriptovalyutalar olsun, ümumiyyətlə kriptovalyuta nədir, trading nədir, tradingə əvvəlcədən yəni ki, giriş zonaları olaraq hardan başlamaq lazımdır. Bunlar barədə mən ətraflı məlumat verəcəm sizə. Yeni kanaldır, abunə olun. Yəni ki, bu sahədə mənim çox bilikim var. Yəni ki, özüm bu işlərlə məşğulam hal-hazırda da.
məlumatlar verəcəm. Əgər maraqlıdırsa kanala abunə olun, şərh bildirin və sizi maarifləndirə biləcək, sizə çox şey öyrədə biləcək bu investisiya yatırım sahəsində mən məlumatları sizə daha doğru, dürüst verəcəm. Hər sağ olun, çox sağ olun. Gələcək videoları gözləyin, gözləmədə qalın. Sağ olun.